Bakı Apellyasiya Məhkəməsi Arzum 9999 ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətini təmin edib və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmə qərarında ona sosial şəbəkələrdən istifadə olunması qadağan olunub. Cinayət işinin materiallarına əsasən hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. İttihama görə İlduzə Hacıyeva qəzanı törətdikdən sonra hadisə yerini tərk edib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda və 264-cü yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə təqsirli bilinib. Siz mən azarım. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.